Herkese salam kızlar. Kanalıma ve yeni bir vloguma hoş gelmişsiniz. Sefa getirmişsiniz. Necəsiniz? Günü açmışıq. İnşallah hepinizin günü hoş geçer. Bugün Ömer nənəsi girdədir. Bir günlük nənə girdi qalacaq. Zaten nənənin babam üçün darıxmışdı. Bayaq danışmışam. Hər şey yaxşıdır. Oyun oynayır nənə ilə. Mən bugün biz dünən bazarlıq eləmişdik. Çox yoruldum həqiqətən. Bu günləri toyuğumu, ətimi falan sartirovka eləyəcəm. Ət daha doğrusu almamışıq, axşam alacağım. Belə sartirovka eləyəcəm. Onu bilmirəm, çəkərəm, çəkmərəm. Çox uzun olar yəqin ki. Toyuğumu falan sartirovka eləməliyəm. Şor falan almışam. Onları yerləşdirməliyəm buzluğa. Qızıl güllər almışıq. İnşallah çəkəcəm. Onları əkməliyik. Və yemək pişirəcəm bugün. Həftə becər eləyəcəm. Belə. Hardasa günorta üçün də gedib Öməri götürəcəm inşallah. Ömərsiz mən həqiqətən artıq o böyüdücü ümumiyyətcə qala bilmirəm. Çünki böyüdükcə lap şirinləşir və ana deyir, danışır, maşallah olsun və o danışdıqca mənim bütün yorğunçuluğum əslində gedir. Həm insan düzdür yorulur, həm də yorğunçuluq gedir. Və bir də mən evdə sakitçilik olur. Mən bilənlər bilir də, bu arada yeni izləyicilərim üçün deyim ki, mən 10 ildə evliyəm və 7 il nə qədərsə belə deyim də övladım olmayıb. Və o həsrəti çox çəkmişəm. Və evin o sakitçiliyi artıq mənə xoş gəlmir həqiqətən. Evdə biraz Ömərin səsi gəlməyəndə mən çox pis oluram və o günlərimi xatırlayıram. Buradan da elə dua edirəm. İnşallah kim arzulayır, kim istəyərək dünyaya gətirmək istəyir övladını, Allah bütün qızlarımıza nəsib eləsin. Elə Ömər kimi ağıllı, sakit, sağlam övlad inşallah arzulayıram. Bütün övladlar salamat böyüsün, sağlam böyüsün, əməl salih olaraq böyüsünlər inşallah. Belə qızlar. Ona görə yəni pis oluram evdə olmayanda, amma həm papagil darıxmışdı, atam darıxmışdı anamla, Ömər üçün. Özlədirlər gətir. Mən dedim ki, elə gətirmişkən tez evə bir aylıq bazarlıq eləyək. Da bazarı çəkməmişim, çünki evə dünən çox gec gəldik. 1-ə qalırdı. Öməri yatırtdım, elə gəldim. Əslində anam dedi ki, yatırtma, mən özüm yatışdıracağım. Zaten yatışdıra bilər onu. Amma dedim birdən, çünki artıq böyüyüb, yatanda eləyəndə elə olur ki, bir neçə dəfə hətta məni qucaqlayır, eləyir. Dedim, qucaqlaşmaq falan istəyər, sonra məni axtarar, yəni mamamı incidər də. Ona görə elə yatırtdım. Mən yatırdım onu evdən çıxana qədər, artıq biraz da anamla söhbət falan elədik. Gecə oldu, 1-ə qalırdı, biz evə gəldik, çatdıq. Elə ancaq sadəcə elə belə xazinka yerləşdirmişəm. İnşallah bir neçə işim var, onları da görürüm rahat, nə qədər ki Ömər yoxdur. Sonraki günlərdə mənə daha rahat olacaq onda. İnşallah Allah deyən olsun. Belə qızlar, həyatın ot basıb, otlar təmizlənməlidir, güllər əkilməlidir, yemək pişirməlidir. Belə, xeylaq iş var. Durum inşallah işlərimi görürüm, nə də görsəm, nə də çəkə bilsəm, çəkəcəm sizin üçün. Qızlar, demək dünənləri biraz da şor aldıq. Həmişə tanıdığımız bir xanımdan alırıq. Bunu şor aldım. Biraz keçi pendiri aldım. Ben hiç vaxt keçi pendiri yeməmişəm. Yoldaşım dedi ki, dadlı olur. Gəl alaq, dadına bax. Demək qızlar, bir əhvalat danışacağım sizə. Həyatımda ilk dəfə bir rayondan bizə keçi sütü göndərmişdilər. Və o süt yarı yolda çürümüşdü. Elə də bəbəhbəhlə gəlib çatdı ki bizə. Amma mən onu içə bilmədim. Yəni, dadını da bilmirəm. Nətər olur. Yoldaşım ki, o vaxtdan sənin fikrində qalmışdı. Gəl biraz alın. Dedi, biraz bahadır. Ona görə 6-7 manatlıq almışıq dadına baxmaq üçün. Dadı necə olsa bilmirəm, sizə də deyərəm. Yeməyənləriniz varsa al deyərsiniz. Biraz bundan qaba qoyacağım. Biraz bundan qaba qoyacağım. Biraz belə malatindən, qoyun ətindən kalbası aldı koyuyorlar. Biraz sos saldı. Şimdi istəyirəm qəşəng bir səhər yeməyi hazırlayayım. Məni əvvəldən izləyən qızlar bilir ki, uşaq olmayanda çox qəşəng rənglərə səhər yeməkləri hazırlayırdım. Amma əlbəttə, indi uşaqla onları eləmək olmur. Ancaq elə adam deyir ki, tez bazar nəsə eləyim. Hələ onunla bərabər mən yenə də düzənli şəkildə süfrə qururamsa, valla o da böyük bir şeydir. İndi istəyirəm qəşəng o rəngli qablarını çıxartmışam. Gözəl bir səhər yeməyi hazırlayayım, sizinlə də bölüşüm.
Mən indi hələ uşaqları buradan əlavə edirəm. Sonra saxlama qablarına ayıracağım və pingvinləri ayıracağım. Əlbəttə ki, demək bizə pendir satan xanım başa salıb ki, ümumiyyətcə pendiri, məsəl üçün belə kəsirsənlər, kəsdin, bunu bir dəfə sudan keçirdirsən, elə eynən marketdən aldığı xaladelnikdə ümumiyyətcə qaldısa, xaladelniklə çıxardın, mütləq ki, bir dəfə sudan keçirdirsiniz, sonra doğrayırsınız. Elə burada doğrayacaq. Bizə qalıb, haqqda çıxartmayacaqlar. Və qızlar, keçi pendirin dadına baxdım. Mükəmməl. Çox bəyəndim, çox sevdim. Boşqablar ilə qoymuşam. Çox xoşuma gəldi. Belə. Bu da bizim dekorumuz olsun burada. Belə pomidor xiyazı doğradım. İndi çörəyi. Əslində qədimdə nənələrimiz deyərdi ki, rəhmətli mənim nənəm də həmişə deyərdi ki, birinci çörəyi gətirirsən süfrəyə, amma mən yenə səhvə yol verdim. Birinci çörəyi doğrayım və ən birinci də çörəyi götürürsünüz süfrədən, yemək yeyib bitirəndən sonra. Bu çörəyə bərəkəti olan hörmət sayğıdır. Məncə bunu eləmək lazımdır və bizdən sonraki nəslə də ötürmək lazımdır. Mənim kimi səhvə yol verməyin. Birinci doğrayım çörəyi. Çörəyi də qəşəng doğradım qızlar. Kolbasa ilə yağ da qoymamışdım. Onları da əlavə elədim. Sosisimlə qızarsın. Qəşəng bir dənə yumurta da vurum, biz nuş eləyək. Toyuqlar hazırdır. Çıxartmışam. Evdə pingvin unutmuşam almağı. Dünən o bir də bazarda hər şey almışam. Pingvin unutmuşam. Belə kloklardan çıxartdım. Bunlar belə içində yəni təmiz paçkada olan şeylərdir. Bunları onsuz da zaten toyuğa ayıracağım. O heç. Toyuqları yarı-yarı mən bölürəm. Ola bilər kimsə məsələn sümüklü hissə ayrı, sozu ayrı, qızartma ayrı. Bizdə evdə elədi ki, hamı məsəl üçün yəni yarı bölüb qoyanda mənə sərf edir. Deyin niyə? Çünki sinə əti yeyəndə var, məsələn qızartmada və yaxud sozda. Demək sümüklü ət yeyən də var. Ona görə də elə mən yarı yerə bölürəm və hissələrə ayırıram hazır. Qoyuram kloklara buzluğa. 4 dənə toyuq bizdə belə yox, belə bəsdir, 1 aylıq. Çünki ara sıra artıq tərəvəzlər də çıxır. Tərəvəz yeməkləri də bişirəcəm, ət də bişirəcəm. Belə. Mən də burada şoru ayırmışam. Qızlar şoru demək neynədim? Saxlama qabına da qoydum. İndi pingvin klokum olmadığına görə belə konfetləri boşaltdım bir dənə qaba. Qoydum soyuducuya. Mən şokoladları soyuducuda saxlayıram. Çünki onda sərin-sərin xoşumuza gəlir. Və onların belə pingvinə oxşayan kloklarını qoydum. İndi bu şoru bura yerləşdirəcəm. Və inşallah ki, bugün bazara gedəndə mütləq ki, pingvin alacağım. Buna da fikir verməyin, bu mənim icadımdır. Tripodum yenə qaldı anamgildə, uzun tripodum. Ona görə bunu belə qoyuram. Burada işimi görürəm, çəkirəm ara sıra sizin üçün. Görürsünüz də, kadr arxasında sizə göstərdim. Belə başlayaq. Demək, 3 dənə belə klok çıxdı. Bu bizə bəsdir. Bir dənə də belə bu cürünə ayırdığım var hələ buzluqda. Keçən aydan qalıb. Keçən aydan qalıb ki, ayın axırları almışdım da, ondan qalıb. Saxlama qabında da var. Bu bizə 1 aylıq bəsdir. Plus pendir də almışıq. Pendirdən də saxlama qabıya qoydum və onu da buzluğa qoydum. Bu arada onu dedim ki, pendiri də əgər afros soyuducunuz, yaxşı soyuducunuz varsa, pendiri də buzluğa qoya bilərsiniz. Mən o gün qoydum. Yəni təcrübə etdiyim şeyləri sizə deyirəm də, öz başına demirəm. Qoydum pendiri buzluğa ki, xarab olmasın. Çünki bəzən çox alırıq. Bəzən elə xanımlar var ki, uzaqda evi şəhərdən, marketdən hər dəfə gəlib gələ bilmir, yaxud evdə kişi xəlağı həmişə olmur mənim kimi. Alıb qoyuram və lazım oldu çıxardıram buzluqdan. Belə. Bunu qoyuram buzluğa indi. Qəşəng yerləşdirim. Keçib toyuğumu sortirovka edeyim. Ayırdım toyuqları. Demək 8 dənə belə klok çıxdı. İndi qoyacağım bunlar buzluğa və başlayım yavaş-yavaş yeməyimi bişirməyə inşallah. Qızlar fikrimi dəyişdim. Çox vaxtım yoxdur. Ətin də buzu açılmaq bilmir hələ ki. Ona görə tez hər dənə çıxırtma edəcəm badımcandan. Sonra Ömərin dalca getməliyəm. Hələ gülləri də əkməyə yoldaşımdan köməkləşməliyik. Əslində yoldaşımı tək eləyə bilərik özü, amma mən də istəyirəm. Əlim dəysin. Belə. Qızlar gəldim. Qəşəng əti qovururam. İndi üzərinə soğan. Əvvəldim biraz. Soğan.
kartof, biraz çörpədən bir dənə markov keçirdəcəm. Həm Ömər yiyir bunu, həm biz yeyirik. Qəşəng markov da keçirdəcəm. Yumru düyü. Все, su əlavə edəcəm, pişəcək. Amma biraz qovurum ki, qovuranda qəşəng dad gəlir. İstiot əlavə eləmirəm, ancaq duz əlavə edirəm. O da Naxçıvan duzu, qaya duzu, minerallı. İstiotu ancaq hərəmiz öz boş qabımızda, çünki Ömər də yiyir bu yeməkdən. İstəmirəm uşağa getsin. Belə, mən indi soğan da əlavə edeyim. Qızlar, demək, çıxırtmam artıq hazırdır demək olar ki, biraz su əlavə elədim ki, biraz da belə pörtlənsin. Tomat da əlavə elədim, qəşəng sarımsaqlı falanla. Deyərdə, qəşəng petruşka qızlar buna çox yaraşır. Petruşka ilə çox dadlı olur. Belə, süt da buradadır, qaynayır, artıq pişirir, söndürəcəm altını. Qəşəng, bağını qoyaq. Böyle yağ koyun bir 5 dəqiqədə. Sütun kimi koydum qapağına. 5 dəqiqədə qaynasın. Bunu da foruna aldıracağım. Vamakda biraz qaynasın. Mən də bu tərəfləri yığışdırım. Qazı sildim. Yeməklərim pişdi. Qoymuşam soyusun ki, qoyum xaladenika. Burada da yeməğim pişdi. Qoymuşam onu da o tərəfə. Qablarım vardı. Onları yudum. Yoldaşım həyətdə otları təmizləyir. Belə. Onları təmizlədik. İndi içəri otaqda bir kişim var. Onları görüm. Sonra bir dənə ancaq mətbəxin polunu siləcəm. Çünki burada iş görmüşəm bayaqdan. Toyuq falan deyirəm, nəsə sıçrayar eləyər. İndi ən qəşəng buranı indi polunu silim. 2 dənə bu şkafın üstünü görsüz ləkələr var. Onları da silim. Vəsiyo. Bir dənə çay süzümü yoldaşımı həyətə düşəcəm. Verdim, pol falan silmişəm. Baxın, bu 2 şkafı, bir də bu 4 sirtməni sildim. Paltarım vardı, onları attım fırlansın. Bir də baxın, bu şkafa da nəsindən bezini silmişəm, qoyuram. Burada adətən çay falan da yəni süzülür. Bir də görsən, onu da sıçrır, hiç özümüz də bilmədən. Belə qəşəng qurulayıram. Olur çiçək kimi. Ara sıra belə tək-tək də dolabları var ki, silirəm. Qızlar, bir də bunun burasını həmişə toz olur. Bunun bu hissəsi. Təzəci silmişəm. Üstə yenə də tozunu aldıq. Belə. Heç nə qızlar. Patralarım yolsun. Bir dənə çay. Yoldaşım gedib sizə göstərim. Həyətdə nələr eləyib. Qızlar, çıxdım çölə, gördüm ki, yoldaşım xeyli iş görüb. Belə otları təmizləyib. İndi bu otların hamısını arabaya yığıb atacağıq. Allahın köməyindən həyətdə qəşəng süpürəcəyik. İndi burada yoldaşım mənə deyir ki, harda sənə yer açım güllər üçün. O yerləri də açacaq. Mən sadəcə əkəcəm. Ən çətin əlbəttə ki, yoldaşım eləyəcək. Belə yəni ağrı yenə ona düşür bu ağac ot məsələsində. Görsünüz nə qədər təmizlənməyib neçə aylardır. Ona görə hələ belə yığılıb. Hələ ara sıra atam gələndə 1-2 dəfə olub ki, təmizləyib. Amma yenə də mütəmadi, yəni evdə gərək adam olsun ki, deyir o bağa baxarsan bağ olar, baxmazsan dağ olar, o misal olmuşuq. Belə qızlar, indi mən əkim güllərimi siz də seyr eləyin. İnşallah ki, onların gözəl çiçək açan vaxtlarında birlikdə görərik. Bu 4 çiçəkləri indi əkirəm. Mən aldığım yerdə xanım dedi ki, ikisinin tumurcuğu görünürdü, bilinirdi ki, ağ rəngdə qızıl güldür. İkisini çəhrayı, ikisini də qırmızı rəngdə almışam. Aranjıvı rəngdə də axtardım, yəni ki, narıncı rəngdə, amma yox idi. İndi inşallah bir dəfə də Maçdağa bazarında baxacağım. Olsa 2 dənə də el alacağım. İstəyirəm ki, rəngarəng olsun həyət. Belə. O bir gülləri də çıxartdım, attım. Daha tövbəliyəm, ramaşqa, nə bilim nə, belə güllər əkməyə daha tövbə elədim, əkməyəcəm. Boş-boşuna həm pul misraf olur, həm vallah yarpaqlarını təmizləməkdən onun yarpaqlarını daha çox təmizləyirsən. Amma qızıl gül elədir ki, ara sıra təmizləyirsən və gülləri quruyanda bir dənə başından vurursan, kəsirsən. Belə ara sıra buduyursan, daha asandır onun baxımı. Elə qızlar, burada indi bunları yerbəyər eləyirəm. Digər, ikisinin tumurcuğu görünürdü, onu deyirdim. Digər 4-ün tumurcuğu bilinmirdi. Amma xanım dedi ki, heç narahat olma qızım. Arxançığını ala bilərsən, mən onların formasından bilirəm rənglərini. Belə. Və qızlar, digər gülləri əkəndə də çəkmədim sizə, çünki vaxt çox gedəcəkdi. Belə gəlmişik indi mamagilə, buradan da gedirik Ömərə ayaqqabı almağa. Ardını izləyin. Yerinə bunu koyduk. Biraz onu koyalım, gələr oynayalım. Sonradan ucu şeydir.
потом уже пошел, сел на скутер, говорит, что поедем на это. Gəl. Я говорю, хорошо. Allah aparır. Yavaş yavaş. Yavaş ama. Yox, basmamışam. Bir ağırdır görsən. Neyse baş qarşı. Ayağının altına bax, yaxşı oğlum bax. Ayağa sən balacasan səni görmürlər. Yavaş ol Ömər. Ömər ayağının altına bax Ömər. Qızlar, Ömərə qəşəng bir ayaqqabı aldıq. Buradan rəngi tünd görünür, amma belə açıq şokolad rəngindədir əslində yaxından. Amma qara rəngi oxşur, bilmirəm kamerada niyə bəzi rənglər belə görünür. Və setka hissəsi də krem rəngindədir. Mən elə rənglər ayaqqabı alıram adətən Ömərə ki, çünki belə yaşıl tonlarda, yəni rəngarəng geyindirirəm də Öməri. Məni ki, çoxdan izləyənlər bilir. Baxın, belə rənglərdir, açıq rənglərdir, yəni uzaqdan amma tünd görünür. Və nənəsi aldı, hədiyyə elədi. Sağ olsun, Allah mənim anamın canına sağlıq versin, cibinə də bərəkət versin. Sağ olsun, qoymadı mən alım. Atam axşamdan anama səndimə tapşırıb ki, uşaq gələcək, mütləq ki, Ömərə get ayaqqabı al. Mən gəlməmiş daha doğrusu, deyib ki, Ülviyə gəlmədən get al, qoymayacaq pulunu verəsən sən. Mənim artıq xasiyyətimi bilir valideynlərim. Mən çox sevmirəm onlara yük olmağı, onlardan istifadə də belə eləməyi. Nə qədər pis kobud səslənsə də, hər şeyi valideynlərin üstünə yıxmağı heç sevmirəm. Əksinə, mən eləməliyəm, onlara borcluyam, onu çox gözəl bilirəm. Belə, Allah ruzu getirsin, həmişə əlim valideynlərimizin üstündə olsun inşallah. Hər neysə, mamam da deyib ki, yox, narahat olma, mən özüm alacağım, amma istəyirəm ki, Ülviyə ilə gedim ki, Ülviyə özü seçsin də, birdən xoşu gəlməz rəngi falan, maması seçsin özü. Belə bir yerdə getdik, həmişə aldığımız yer idi. Neftçilərdə LC-Vakikinin arxasında təzə orada uşaqlar üçün ayaqqabı mağazası açılıb. Təzə dediyim, yəni Ömər doğulandan ora açılıb. Və çox gözəl, keyfiyyətli, ortopedik ayaqqabılar da var. Yəni Türkiyə istehsalı bütün ayaqqabılar çox gözəldir. Hətta Vakikidən bir dəfə ayaqqabı almışdım. Oranın ayaqqabısından belə keyfiyyətlidir deyim sizə. Və qiymətlər çox münasibdir. 20 manatdan başlayır. Bu ayaqqabıya da 25 manat ödədik. Belə. Çıxdıq, indi yoldayıq, gedirik evimizə. Qızlar, nəhayət ki, biz gəldik, çatdıq evə. Ömər də öz amplasındadır, qaçır. Gedim bunu soyundurum, əynini dəyişim. Paltalarını vermişdim mamaya bir sumka, onları ayırmışdım. Onları yerləşdirim. Çıxart oğlum, çıxart. Hə, onları yerləşdirim. İnşallah ki, atdı yerəm. Biraz da bir-iki meyvə tərəvəz almışdıq. Onları da soyuduca qoyun və Öməri yatırdım. Özüm də yatdım. Çox yorulmuşam bugün. Gecəniz xeyrə qalsın. Ümid edirəm ki, bu videomu da bəyəndinizsə bəyənməyi, bol yorum yazmağı və abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.